Hər vaxtınız xeyir olsun əziz dostlar. Mən Yadigar Nağıyev. Politologiya giriş mühazirə seriyamızın 17-ci mühazirəsində bizlər bugün təzyiq və mənfəət qruplarından danışacağıq. Əmin olun ki, bu mühazirədən sonra sizlər təzyiq və maraq qrupları haqqında yekdil məlumata sahib olacaqsınız. İlk mühazirədən etibarən dediyim kimi, bizlər mühazirələrdə sadəcə ümumi məlumatlar əldə etmirik. Həmçinin bu anlayışın və yaxud da əvvəlki anlayışların və sonrakı anlayışların da analojik məntiqini anlamağa çalışırıq. Çünki analojik məntiqini anlamadığımız təqdirdə bir anlayışın niyə və nə üçün ortaya çıxdığını anlaya bilmirik. Bir şeyi də əgər analojik məntiqlə anlaya bilmiriksə, o şeyi ya unuduruq, ya da heç bir zaman tətbiq edə bilmirik. Amma biz əmin olun, bu mühazirə ilə birlikdə əvvəlki mühazirələr və sonrakı mühazirələrdə olduğu kimi, olacağı kimi əmin olun ki, bu məntiqi çox yaxşı bir şəkildə anlamış olacaqsınız. Çox vaxt itirmək istəmirəm əziz dostlar. Mühazirəyə başlayaq. Mühazirədə içindəkilər hissəsini sizə təqdim edim. Əvvəla bir giriş edəcəyik. Təzyiq və mənfəət qrupları anlayışlarına baxacağıq, fərqlərə baxacağıq. Ardından təzyiq qruplarına fokuslanıb, ora diqqətimizi verib, növlərinə baxacağıq və istifadə etdiyi metodlara baxacağıq. Ardından nəticə ilə mühazirəmizi tamamlamış olacağıq. Əlimdən gəldiyi qədər qısa tutmağa çalışacağam. Ancaq qısa tutmağım 5 dəqiqədə ümumi məlumat verməyin mənasına gəlmir. Burada verdiyim nümunələrlə daha yaxşı bir şəkildə mövzunu anlamış olacaqsınız. Deməli, əziz dostlar, biz bilirik ki, 20-ci əsrdən etibarən, xüsusilə də 1980-ci illərdən etibarən iştirakçı demokratiyaya qədəm qoyduq. Və beləliklə, artıq insanlar, seçicilər, elektoratlar sadəcə namizədlərdən birini seçərək öz legitimliyini ona təhvil verib geri çəkilmirlər. Artıq 1980-ci illərdən etibarən insanlar iştirakçı demokratiya ilə birlikdə daim siyasətdə aktiv şəkildə rol almaqda, siyasi hakimiyyəti müəyyən istiqamətə doğru yönləndirməkdədirlər. Bu prosesdə yer alan insanlarımız, yəni seçicilərimiz, vətəndaşlar təbii ki, müəyyən qruplarda təşkilatlanmaq məcburiyyətindədir. Bunlardan biri qeyd etmişdik əziz dostlar, nə idi? Siyasi partiyalar idi. Ancaq hər şey siyasi, tamamilə politik ola bilməyəcəyi üçün, insanların başqa sahələrdə də maraqları olduğu üçün insanlar mənfəət və təzyiq qrupları yaratmağa da üstünlük verirlər. Xüsusilə bu təşkilatlanmalar bizim bildiyimiz kimi Avropada ortaya çıxır. Avropada daha çox siyasi klublar adı altında formasiyalar ortaya çıxır. Bu ilk mərhələdə aristokratlardan təşkil olunmuşdur. Ancaq sənaye inqilablarının yaşanmağı və işçilərin üstündəki pressingin, yəni təzyiqin artması ilə birlikdə marksizmin də genişlənməsi ilə insanlar artıq müxtəlif sendikalarda, yəni işçi həmkarlar birliklərində təşkilatlanmağa başladılar və beləliklə siyasi hakimiyyət üstündə öz maraqlarını əldə etmək üçün müəyyən güc göstərdilər. Bu güclər iqtisadi idi, bu güclər media idi, bu güclər söz idi və təəssüflər olsun ki, artıq bunlar işə yaramayanda inqilabi yollar idi ki. Amma sosial demokratiyanın inkişafı ilə birlikdə sosializmin inqilabiliyi artıq get-gedə azaldı və dövlətlər insanların rifahlarını artırıcı addımlara getdilər və beləliklə, əziz dostlar, İnsanlar artıq inqilab yerinə, yəni revolution yerinə evolution, yəni təkamül seçərək dedilər ki, biz bunu özümüz düzəldə bilərik. Bunun üçün insanların ölməyinə ehtiyacı yoxdur. Bunun üçün insanlar arasında qarşıdurmanın yaşanmağına ehtiyac yoxdur. Biz birlikdə əməkdaşlıq edərək bu məqsədə nail ola bilərik. Bir tərəfdən siyasi partiyalar quruldu, bir tərəfdən həmkarlar birliyi quruldu, bir tərəfdən də mənfəət qrupları quruldu və beləliklə iştirakçı demokratiya üçün demək olar ki, kiçik zəminlər hazırlanmağa başladı və bu dövrdə əziz dostlar, bir mənalı şəkildə ümumi vətəndaşlara tanınan ümumi seçki, seçmə və seçilmə azadlıqları ilə də birlikdə demokratiya sürətli bir şəkildə inkişafını artırmış oldu. Burada da yəni qeyd elədiyimiz kimi siyasi partiyalardan başqa birmənalı şəkildə mənfəət və təzyiq qrupları sosial və siyasi fenomenlər olaraq, yəni dəyişməz varlığı dərk edilən, varlığı çox böyük təsir edən mənasında fenomen roluna çıxış etdilər və beləliklə də onların bir qismi
öz daxili məsələlərinə fokuslanaraq, diqqətlərini verərək özləri əməkdaşlığını artırmağa çalışdılar mənfəət qrupları olaraq. Bəziləri isə artıq bu əməkdaşlığın da səy göstərməyəcəyinə inandıqları üçün hökumət üstündə, siyasi iqtidar üstündə təzyiqlərlə, müxtəlif manipulyasiyalarla, müxtəlif addımlarla onu özlərinin maraqlarına uyğun şəkildə qərar almağa, sövq eləməyə və yaxud da məcbur eləməyə çalışdılar. İndi əziz dostlar, biz bir mənalı şəkildə təzyiq və mənfəət qrupları anlayışını demək olar ki, az-çox artıq anlamağa başladıq. Bəs yaxşı, təzyiq və mənfəət qrupları arasındakı fərqlər nədir? Bunlara gəlin baxaq. Əvvəla mənfəət qruplarından baxmalıyıq, çünki mənfəətin olmadığı bir yerdə təzyiqdən bəhs eləməyin də bir mənası yoxdur. Çünki hər qrupun daxilində olan insanların bir mənfəəti, bir gözləntisi var, bir marağı var. Və bunlar əvvəla olduqdan sonra bu fazaya, bu mərhələyə keçmiş oluruq. İnsanların ortaq maddi və mənəvi maraqlarını qorumaq məqsədi ilə mənfəət qrupları formalaşır və birlik, qruplar əmələ gəlir. Təzyiq qrupları isə ortaq mənafeləri həyata keçirmək üçün siyasi hakimiyyət üzərində birbaşa və dolaylı təsir göstərən təşkilatlardır. Yəni buradan bunu anlayırıq əziz dostlar. Mənfəət qrupları daha çox əməkdaşlıq, bir yerə gəlmək, qruplaşmaq mənasını daşıyarkən, təzyiq qrupları bunun üstünə qoyaraq artıq siyasi hakimiyyətə təzyiq göstərmək mənasında çıxış edir. Yəni təzyiq qruplarının fundamenti maraq qruplarına, mənfəət qruplarına əsaslanır. Buna bir nümunə vermək istədim burada. Sizə də daha yaxşı, detallı bunu çatdırım. Məsələn, əziz dostlar, düşünün bir X rayonundayıq və rayonda belə deyək də pambıq istehsalı ilə məşğul olan fermerlərimiz var. Fermerlər görürlər ki, iqtisadi problemlərə görə, qlobal hadisələrə görə onların xam mal ehtiyacları, yəni benzini və yaxud da dizel və yaxud da gübrə qiymətləri sürətlə artmaqdadır. İnsanlar görür ki, bunu ayrı-ayrılıqda, yəni öz başlarına qarşılaya biləcək gücləri yoxdur. Və yaxud da belə deyək, böyük tarlaları olan insanlar üçün də, əkin sahələri olan insanlar üçün də bu eyni mənanı daşıyır ki, tək başına oranı əkib becərə bilməyəcək və başqalarının köməyinə ehtiyac var. Və beləliklə bu və bunun kimi məqsədlər ətrafında insanlar korporasiyalar qururlar və korporativlər quraraq insanlar əməklərini, sahələrini, istehsal vasitələrini birləşdirirlər və beləliklə ortaya yeni bir formasiya, yeni bir mənfəət qrupu ortaya çıxmış olur. Bir müddət insanlar güclərini birləşdirərək bir məqsəd ətrafında bir əməkdaşlıq etdikdən sonra görürlər ki, artıq əməkdaşlığın da bir mənası qalmayıb. Çünki iqtisadiyyat düzgün idarə olunmur və deyirlər ki, artıq bizim bir təzyiq qrupu olaraq hökumətə təsir eləməyimiz lazımdır. Dolaylı və yaxud da birbaşa ki, o bizim maraqlarımızı əzməsin, bizim maraqlarımıza görə addım atsın. Qeyd eləmək lazımdır ki, burada mən sadəcə fermerlərdən nümunə vermişəm. Ancaq işçi hərəkatları və yaxud da sahibkarların özləri də təzyiq qrupuna çevrilə bilərlər. Bunlar da öz marağına görə hökumətə təsir göstərmək istəyə bilərlər. Yəni burada biz hökumət, siyasi iqtidar, yəni dediyimizdə sadəcə əzilən olaraq fermerləri falan görməməliyik. Burada hər maraqda olan insanların bir təzyiqindən söhbət gedir. Hər qrupun, hər marağın. Təzyiq qrupları və siyasi partiyalar arasında fərqə gəlin baxaq. Bu çox vacib bir nüansdır və təəssüflər olsun ki, bizim də yəni politologiya tədrisində müəllimlərin bəziləri buna əməl etmir. Bunu tam dəqiq şəkildə izah eləyə bilmirlər. Əvvəla əziz dostlar, xatırlayın, siyasi partiyalar barədə biz danışanda nə demişdik? Siyasi partiyanın birinci məqsədi siyasi hakimiyyəti demokratik əsaslarda ələ keçirməkdir. Yəni seçkilərdə namizəd olub, namizəd çıxardıb, seçkiləri qazanmaq və hakimiyyəti ələ keçirmək, hakimiyyətə gəlməkdir. Amma təzyiq qruplarında belə bir məqsəd yoxdur. Təzyiq qrupları hökuməti ələ keçirmək istəmirlər, hökumətə gəlmək istəmirlər, hökumətdə olmaq istəmirlər. Onlar istəyir ki, olduğu yerdə qalsınlar, öz işləri ilə məşğul olsunlar, ancaq hökumət onların maraqlarına görə siyasi qərarlar alsın. Yəni burada gördüyünüz kimi təzyiq qruplarının siyasi hakimiyyətə gəlmək kimi bir məqsədi yoxdur. Onların məqsədi bir mənalı şəkildə təzyiq
qurmaq və öz maraqlarını hakimiyyətə icra etdirməkdir. Hakimiyyət bu gün A da ola bilər, B də ola bilər. Amma fərqi yox. Onlar üçün bir fərqi yoxdur. Onlar A partiyası üçün də eyni şeyi edəcəklər, B partiyası üçün də, C və D partiyası üçün də. Onları əsas maraqlandıran meyar onların maraqlarının təmin edilib edilməməyidir. Bir mənalı şəkildə. Yəni burada biz fərqini də görmüş olduq. Təzyiq qruplarının uğurlarına təsir edən müxtəlif amillər var əziz dostlar. Bunlar bir mənalı şəkildə üzv sayı və keyfiyyətidir. Burada üzv sayı çox böyük rol oynayır. Çünki nə qədər çox üzvünüz varsa, o qədər çox kütləvi şəkildə mitinqlər, burada etirazlar, tətillər həyata keçirə bilirsiniz və daha çox hökumətin ciddiyə alınmağına səbəb ola bilirsiniz. Hökumət sizi daha çox ciddiyə alır bu meyarlara görə. Ancaq burada təkcə say deyil, əziz dostlar, həmçinin sizin üzvlərinizin də nə qədər elitlərdən təşkil olunmağı da vacibdir. Çünki əgər sizin bir ziyalınız yoxdursa, sizin öndə gedən belə deyək, aliminiz yoxdursa, böyük şairiniz yoxdursa, siz nə etsəniz də o kütləni idarə etmək, kütləni bir istiqamətə yönləndirmək çox çətin olacaq. Ona görə də burada yəni üzv sayı kütlə cəhətdən müsbətdir, amma sadəcə yəni kəmiyyət olaraq yox, keyfiyyət olaraq da üzvlərinizin keyfiyyətli olmağı, təsirli olmağınıza səbəb olur. Maddi resurslara gəldiyimizdə isə bir mənalı şəkildə təzyiq qrupu kampaniya keçirtməlidir, lobbi fəaliyyətində olmalıdır və media ilə əlaqələri çox vacibdir. Bunlardan istifadə edərək öz maraqlarını diktə etməlidir. Birinci əziz dostlar, baxaq. Deyək ki, ekoçular, ekofəallar hökumətin belə deyək, heyvanlara qarşı rəftarından narazıdırlar. Tez bir şəkildə kampaniya başladılır. Avropada bu kampaniyalar necə olur? Change.org adlı bir sayt var. Bura girərək kampaniyanızı təşkil edirsiniz. İmza toplamaqla bağlıdır. Burada başlayırsınız, üzvlərinizi imzalatdırırsınız. Sonra o üzvləriniz digər dostlarına, tanışlarına və beləliklə ortaya bir sayt çıxır. Məsələn, 50 min, 100 min, 150 min, 200 min, 1 milyon fərq etməz. Yəni, bir hədəfiniz olmalıdır. O kampaniyanı keçirdəndən sonra onun daxilinə istəsəz lobbi fəaliyyətlərini qoya bilərsiniz, həm də medianı qoya bilərsiniz. Medianı burada istifadə edərək müxtəlif televiziyalar vasitəsilə öz məqsədinizi çatdırırsınız onlara. Onlar da bir mənalı şəkildə hökumət üstündə pressing yaradırlar və deyirlər ki, baxın, ekoçuların fəaliyyəti budur, onların məqsədi budur. Yəni burada müxtəlif məzmunlu videolar hazırlanır, fotolar çəkilir ki, insanlara emosional olaraq, yəni duyğular cəhətdən də o qəbulluq, legitimlik əldə olunsun. Lobbi fəaliyyəti də necə olur? Millət vəkillərlə əlaqələr qurulur. Millət vəkilləri müxtəlif vədlərlə ələ keçirilir və millət vəkilləri də bu kampaniyada toplanan səslər və digərlərini də ortaya qoyaraq parlamentdə gəlib onu təqdim edir və beləliklə qeyd edir ki, baxın, bu qədər insan narazıdır, onlar haqqında bir qərar almalıyıq. Əgər həqiqətən bu kampaniya çox effektiv olubsa, hökumət və yaxud da parlament, qanunverici orqan bu məsələləri müzakirəyə çıxardır, oradan bir qərar çıxma ehtimalı olur. Bilirsiniz ki, qanunverici orqanda da qəbul edilən qərarlar bütün ölkə üzrə legitim və legal sayılır. Burada da yəni bunları görmüş oluruq. Təşkilatlanma məcburi bir şəkildə olmalıdır. Çünki yəni möhkəm struktur olmadan, yəni bir fundamentin olmadan bütün bu məqsədlərə gəlib nail olmaq mümkün deyil. Buna görə də təşkilatlanma məcburi şəkildə olmalıdır. Hər şeydən əvvəl təşkilatlanmamız var. Deyək ki, üzvlərimiz var, keyfiyyətli insanlarımız var, təşkilatlanmışıq, yəni hamı öz işinin gücünün nə olacağını bilir. Maddi resurslarımızı istiqamətləndirmişik, kampaniyamız var, amma biz hansı addımlar atıb bu əsas addıma, məqsədə çatacağıq onu bilmiriksə, bu da alınmayacaq. Ona görə də bir mənalı şəkildə strategiya çox vacibdir. Çünki strategiya bir mənalı şəkildə təzyiq qrupunun xalqdan dəstəyini artırmasına, xalqın razılığını almağına çox kömək edir və xalqın dəstəyini aldığı təqdirdə də təzyiq qrupu öz məqsədinə nail olmuş olacaq. Təzyiq qruplarının müxtəlif növləri var.
Biz Maurice Duverger və yaxud da fransızca desək, onun və digərlərinin belə deyək, bu təsnifatlarına baxaq, növlərə görək hansı növləri var təzyiq qruplarının. Birinci Maurice Duverger'in kadr tipli təzyiq qrupu təsnifatı var. Burada əsas rolu oynayanlar daha çox müəyyən elit təbəqədə yerləşən peşə sahibi olan insanlardır. Bunlar akademiklərdir, universitet akademikləri, həkimlərdir. Bunlar böyük peşəkar olan insanlardır, yəni alimlər, hamısı yəni bura daxildir. Və yaxud da ayrı-ayrı ola bilər. Məsələn, vəkillər də bura daxildir, hakimlər də bura daxildir və s. Bunlar müəyyən bir öz necə deyim, problemləri var. Bu problemlərin həlli istiqamətində birləşirlər, təşkilatlanırlar və başlayırlar hökumət üstündə öz məqsədlərini reallaşdırmağa çalışırlar. Və burada bu şəxslər, yəni bu təbəqədən olan kadr tipli təzyiq qrupları daha çox ölkənin sayılıb seçilən insanları olduğu üçün bunların təşkilatlanması və nəticəsi də çox effektiv olur. Təbii ki, mənim şəxsi fikrimdir. Cəmiyyətə görə də dəyişir. Yəni Avropa cəmiyyəti ilə Yaxın Şərq cəmiyyətində təsir fərqli nəticələnə bilər. Məsələn, Hakimlər Birliyi, Səhiyyə məsələn və yaxud da Səhiyyə Həkimlər Birliyi, daha doğrusu Həkimlər Birliyi səhiyyənin müəyyən siyasətinə təsir göstərə bilərlər. Məsələn, tutaq ki, X dövlətində həkimlər maaşlarından narazıdır və ölkəni tərk edirlər. Bunun istiqamətində onlar deyə bilər ki, bizim hakimiyyət bizim maaşlarımızı artırsın ki, biz burada qalaq, yoxsa gedəcəyik kimi falan filan belə təzyiqlər göstərilə bilər. İkinci kütləvi təzyiq qrupudur. Bura artıq daha elitar deyil, əksinə daha belə orta təbəqə və alt təbəqədən olan insanlar daxildir. Bunlar adətən fəhlələr, fermerlər, sənayecilər ki, çox üzvə sahibdirlər. Əvvəldə qeyd etdiyimiz kimi kütlədirlər. Eyni kütlə siyasi partiyaları təsnifatında, tipologiyasında olduğu kimi və bunlar daha çox fəaliyyəti kütləvidir, dinamikdir. Həmçinin də sayları çox olduğu üçün təzyiq qrupunun da maddi resursu yaxşıdır və onlar daha effektiv, amma kadr tipli təzyiq qruplarının əksinə daha təsirli addımlar ata bilirlər. Kadr tipli olanlar daha çox belə deyək də indi tətilə çıxdıqlarında və yaxud işlərinin ağırlığı artdığında, yəni onlar fəaliyyətində azalmalar olur. Məsələn, akademiklərin fəaliyyəti adətən universitetlər açıldığında daha da azalır, təsirləri azalır. Hakimlərin də sessiyaları başladığı zaman onların da demək olar ki, təsirləri azalır. Çünki ayıracaqları vaxt olmur və beləliklə təsirləri də azalmış olur. Ancaq kütləvi təzyiq qruplarında isə belə bir hallar olmadığı üçün insanlar işlərindən sonra da belə şeylərə vaxt ayıra bilirlər. Ancaq reallığa baxdığımızda kütləvi təzyiq qrupu üçün də bunu deyə bilərik. Çünki insanlar da işləmək üçün vaxtlarını sərf eləyirlər. Onların da mən hesab etmirəm ki, belə şeylərə çox vaxtı olsun. Amma reallıqda bəzən ölkədən ölkəyə, cəmiyyətdən cəmiyyətə fərqlilik özünü göstərə bilir. Digərlərinin təsnifatlarına gəldikdə isə siyasi elmdə daha çox anomik qruplar məsələn götürülə bilir. Anomik qruplar məsələn spontan şəkildə yarananlardır. Məsələn, Ərəb baharında olduğu kimi bir səyyar satıcının özünü yandırmağı və sonrasında olan nifrətin birləşməyi bir şəkildə anomik qrupları ortaya çıxar və bunlar birləşirlər. İkincisi, məsələn, təşkilatlanmamış qruplardır. Bunlar daha belə parokial siyasi mədəniyyətdə özünü göstərir. Bu tayfalar, ailələr, qəbilələr ki, bunlar təşkilatlanmamış bir qruplardır. Adətən öz maraqları naminə bir təzyiq göstərə bilirlər. Adətən qəbilələrin və tayfaların təsiri təbii ki, çox effektiv ola bilir. Əgər onlar nüfuz sahibidirsə, onlar daha effektiv ola bilirlər. Təşkilatlanmış qruplarda da artıq biz bilirik ki, müəyyən sendikalar və yaxud da həmkarlar ittifaqı var ki, bunlar öz maraqları istiqamətində daim fəaliyyət planı istiqamətində addımlar atırlar, fəaliyyət göstərirlər və böyük bir büdcələri var. Bir də institusional qruplar var ki, bunlar da dövlət aparatında fəaliyyət göstərən bürokratları təşkil edir ki,
Bürokratlar da müxtəlif yola, müxtəlif branş deyək buna, sahələrə ayrıla bilər. Bunlar hərbiçi ola bilər, akademiklər ola bilər, yenə də dövlətdə işləyənlər, yaxud ən çox da bürokratlar, polislər, səhiyyə işçiləri falan filan. Bunlar hamısı institusionala daxildir və bunlar da təbii ki, nə üçün təzyiq eləyirlər? Öz çalışdıqları qurumun büdcəsinin artmağı, maaşların artmağı üçün. Təbii ki, bu etirazlar çox belə gözə batmır bəzən, bəzən batır. Amma daha çox bunlar nazirlər çərçivəsində nazirə təzyiq göstərirlər ki, nazir bunların büdcələrini artırsın. Təzyiq qruplarının istifadə etdiyi metodlar var və bu metodları demək olar ki, biz hər gün media vasitəsilə görməkdəyik. Bunlardan ilki birbaşa metodlardır, ikincisi isə dolayı metodlardır. Birbaşa metodlarda təzyiq qrupunun məqsədi, strategiyası var, təşkilatlanıb, maddi resursu var və o lobbiçiliklə birbaşa hökumətə və parlament əlaqələrindən istifadə edir. Oradakı millət vəkillərini ələ alır, müxtəlif yollarla onlara rüşvətlər verir və yaxud da onlara hədiyyələr verir. Onları ələ alır və onların üstündən öz maraqlarına nail olmuş olurlar. Maddi dəstək verirlər, dediyim kimi, ianə eləyirlər, hədiyyələr verirlər. Amma bu artıq ABŞ kimi siyasi sistemlərdə belə artıq qəbul edilməyən bir anlayışda. Ancaq reallığa baxdığımızda isə çox rahat bir şəkildə bunun işlədiyini görürük. Məsələn, ABŞ bunun qarşısını almaq üçün Federal Regulation of Lobbying Act 1946-cı ilə qəbul edib, amma buna baxmayaraq hələ də arzu olunan bir daşındırma yoxdur. Dolayı metodlarda isə əvvəl də qeyd etdiyimiz kimi təzyiq qrupları mediadan, sosial şəbəkələrdən, ictimai rəy formalaşdırmaq üçün istifadə edir. Etiraz aksiyaları buna daxildir, imza kampaniyaları buna daxildir, məhkəmələrə müraciətlər, etirazlar buna daxildir. Ardından müxtəlif kampaniyalar buna daxildir və bəzən artıq bu problem daha da artanda sit-in deyirik biz buna. Bardaş qurma, bardaş qurma, oturma etirazı buna daxildir. Bəzən də artıq bu doza çox artanda, artıq çıxılmazlıq ortaya çıxanda isə qruplar artıq daha marginallaşırlar və beləliklə daha kütləvi təzyiq göstərməyə başlayırlar, tətillər elan olunur. Avropada biz bunu davamlı bir şəkildə görürük ki, tətillər olunur, işçilər iş buraxırlar, gedirlər, etirazlarını keçirdirlər hökumətin binasının qarşısında və yaxud da aidiyyatı qurumun qarşısında. Bunlar hamısı birmənalı şəkildə təzyiq qruplarının istifadə etdiyi metodlardır. Nəticədə əziz dostlar, təzyiq və mənfəət qrupları demokratik cəmiyyətlərdə siyasi iştirakın vacib mexanizmalarından biridir. Onlar vətəndaşların səsini hakimiyyətə çatdırır, dövlət siyasətinin şəffaf və ədalətli formalaşmasına kömək edir, güclü təzyiq qrupları demokratiyanın sağlamlığını qoruyur, zəif və ya korlanmış təzyiq mexanizmaları isə hakimiyyətin monopoliyasına yol aça bilir. Yəni, buradan da gördüyümüz kimi, hər bir anlayışımızda olduğu kimi bizim təzyiq və maraq qruplarımızda iştirakçı demokratiyanın inkişafı üçün bir mənalı şəkildə lazımdır, zəruridir, labüddür. Yəni, bu qurumların olmadığı bir cəmiyyətdə demokratiyadan bəhs etmək mümkün deyil. Yəni, bu qurumların varlığını göstərməyi lazımdır. Belə əziz dostlar, məni izlədiyiniz üçün təşəkkür edirəm. Əgər videonu bəyəndinizsə, yəni mühazirəni bəyəndinizsə, videoları bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, tənqid, təklif, irad, hər nə olursa yazmağı və dostlarınızla paylaşmağı unutmayın ki, daha çox dostumuza bu məlumatlar pulsuz bir şəkildə çatdırılsın. Növbəti mühazirədə görüşmək üzrə, sağ olun.